Hər kəsə yeni bir vlogdan salam qızlar. Necəsiz? Ümid edirəm ki, hər biriniz yaxşısınız. Bugün arxadan biraz səslər gələ bilər, çünki uşaqlar evdədir, yəni tətildə, məktəb yoxdur. Yəni biraz üzrlü sayarsınız. Nəysə. Deməli qızlar, mən isə bayramda belə süfrəni qoyub getmişdim. Bunları yığışdırmamışdım. İndi istəyirəm ki, həm bunları yığışdırım, həm də ki, baxın bu Ramazan dekorlarımı falan hamısını yığışdırım. Oraları falan bütün dekorlarımı yığışdırmaq istəyirəm belə masanın üstünü falan. Əslində biraz gecdir, saat artıq 1-in yarısıdır. İndi başlayırıq yavaş-yavaş buralara belə yığışdırmağa. Kamini falan da belə silib təmizləməliyəm. Yəni bütün hər şeyi yığışdıracağam inşallah. Bu arada keçən vlogdaydı, yoxsa shorts-da da bilmirəm hansı izləyici yazmışdı ki, bəs bu yumurtaların içində nə var? Bu yumurtaların içində baxın buna konfet qoymuşdum. Amma ki digərləri isə boş idi, yəni bunlara heç nə qoymamışdım. Onu istədim əslində videoda açım göstərim. Sadəcə olaraq mənasız gəldi, yəni onun üçün açıb göstərmək, ona görə yəni atmadım içini. Nəysə. Səməni də artıq burada belə böyüyüb atılmalıdır. Bunu qızlar bizim rayonda bilirsiniz neynirlər? Yəni belə zibil qabına falan atmırlar. Deyirlər ki, axar çayı atmaq lazımdır, amma bizdə də axar çay burada olmadığı üçün təbii ki, yəni məcbur toyuq falan da olmadığı üçün, yəni zibil qabına atmaqdan başqa bir çarəmiz yoxdur. Hətta bunu həyətə də əkə bilərəm, bastıra bilərəm həyətə ki, qalsın da özünə vaxt yanar. Yoxsa necə edeyim bilmirəm, qaldım qərarsız. İsə qızlar evdən çıxmışam, istəyirəm ki, gedim qatıq alım. Həm axşama doğa hazırlayım. Hansı ki rayonda göylər yığmışdıq, baxın onları doğa hazırlamaq üçün. İndi isə gedim marketdən qatıq alım, sonra isə gedim oğlumu götürüm hazırlıqdan. Gedim evə. Ağası belə ürəyə gedib. Artık kalbim durmuyor, hoş geldin. Hava da qızlar belə yaxşıdır. Əslində bayaqdan gün çıxmışdı. Sadəcə günəş gedib bulud alıb qarşısını. Amma belə çox gözəl hava var həqiqətən. Yaz aylarını, ya ən çox sevdiyim fəsil yazdır, bir də ki payızdır. Çünki hava nə isti olur, nə soyuq olur. Yəni tam belə gözəl havalar olur da həqiqətən. Amma ən çox yaz sevirəm. Qızlar kürətlərimi doğradım, artıq doğanı hazırlayıram. Burada isə belə doğamız qaynayır, yəni qatığı. İndi isə bunları da qatım onun içinə. Bu arada qardaşım da gəlir bizə. Hansı ki, əsgərlikdə olan qardaşım. Yəni onu həftədə bir dəfə buraxırlar, hər dəfə yox. Yəni ayda 1-2 dəfə, 3 dəfə belə buraxırlar. Nəysə belə. Dedim elə o da gəlmişəm bişirim. Çatsın da, yəni ona qədər o da yesin. Qızlar, burada isə belə kotlet hazırlayıram. Dedim elə kotlet deyim, tək doğru olmasın yanında. Yəni hazırlıqsız yakalandım. Güzel demişəm. Desəydim daha yaxşı şeylər hazırlayardım. Amma yəni nəysə. Belə. Qızlar, indi gəlin sizə belə şeflər kimi bir dənə Allahlar tutardı, ateşler. Ateşle oynama, ateşle oynama. Kızlar, yemeğim de pişti. Axı mən demişdim səhər-səhər ki, bəs bunları yığışdırım. Sadəcə olaraq bu günlər nəsə, yəni halım o hal olmadı. Nəysə, bizim bu ətraf hamı, yəni remont edir, nə bilim, bir oran kəsir, biri vuran doğurur. Yəni səslər gələ bilər, üzrlü sayın. Hər nəsə qızlar, bugünkü halım olmadı ki, belə buraları yığışdırım. İndi bilmirəm, axşam ola bilər ki, bəlkə mən ilham pəriləri gəldi, başladım buraları yığışdırmağa. Yəni axşam da yığışdırmasam, yəqin ki, sabahları da 100% yığışdıraram ki, yəni bu vlogu da tamamlayım, paylaşım sizlər üçün baxasınız. Saat artıq 5-dir, yəni hələ ki gəlməyiblər. Yəqin ki, yeməklərini yeyiblər. Bu arada əllərim görürsünüz necə qaralıb. Yəni göyərtini doğradım, bütün əlim düşmüşdü, onsuz da əlim. Nəysə. Yəni ağlamalı halına biraz da ağlamalı vəziyyət qatdı. Nəysə qızlar. Onu deyirəm axı, qardaşım gün hələ gəlməyiblər. Yəni saat 5-dir. Yəqin ki, yeməklərini yeyiblər. Sadəcə olaraq mən dedim birdən də ac olar, yeməyini yeməz. Ona görə belə hazırladım. Amma yenə də olsun, gəlsinlər inşallah. Görərəm yeyərlər. Bu arada qızlar, yəni soruşsanız ki, qardaşım niyə belə tez-tez gəlir? Mənim qardaşım qvardiyada, əsgərlikdədir. Yəni milli qvardiya var ya, bax oradadır. Orada da ki, yəni əsgərlikdə olduğu müddətdə həftədə bir dəfə elə vaxtlar olur verirlər. Elə vaxtlar ki, ayda məsələn 2 dəfə falan belə evə gəlmək üçün icazə verirlər. Amma o da saatla da, yəni 6 saatlıq falan belə icazə verirlər. Nəysə, o da bu günlərdən biridir. Hətta gəlməyinə də az qalıb. İnşallah aprelin ya biri ya ikisi belə gəlməlidir. Hələ bayaqlarda mənə zəng eləyib ki, Alladır ki mənim. Deyir, mən əsgərlikdən gəlmişəm. Deyir, niyə gəlib mənə dəymirsiniz, nə bilim nə. Mən də bir anlıq sevindim. Ama sonra deyir ki, yox, bir günlükdür gəlmişəm. Nəysə qızlar, inşallah o da gəlsin. Qardaşımız gələndə yəqin rayona falan da gedəcək yenə də. Belə. Arada da qızlar, bizim qarası gəlib yenə də bura. Nəsə istəyir? Nə istəyirsən? Danış. Dolamısan? Məzələnir bu məndən Allah haqqı. Güya bilmir də nə istəyirəm. Ya Allah. Başa düşdüm, yemək istəyirsən. Yaxşı, verərəm, gözlə. Burada ciyər qalmışdı dünəmdən, ondan verəm yesin. Patabaş. Bunu da yaxınlaşdıraq baxaq da. Bu niyə yaxınlaşdırmır ki, bir dəqiqə? İşlərini yumusan? Bıyıqlı.
Baxışları bir dənə bunun belə zəhimlidir. Adam qorxur bunun baxışlarından, amma o qədər də belə agresiv bir şey deyil, yəni yaxşı bir şey deyil. Bax, şirinlik. Az he. Tez ol. Yaxşı verirəm, gözdə. İmkan verirsən mən bunu töküm oraya? Az ne incim az ver bura ver. Ay dada ver. Ver. Ay seni. Az ver dana dayım. Ömrümüzü günümüzü çürüttün. Sen de bir tane çekiliş edesin diye ne? Yine ziyardım. Neyse yaşta acıdık diye işin olmaz. Aleyküm selam. Hə? Benim alacağım lazım. Canı saçarım. Və artıq növbəti gündür qızlar. Mən isə istəyirəm ki, bu günləri dediyim işlərimi eləyim. İnşallah ki, bitirim. Bir də ki, burada belə pərdənin stoperi çıxıb, görsünüz. Onlar çıxıb, pləkəni gətirim, onu düzəldim. Bir də bu bazanın altında mənim hansı ki, yaz ətəyim falan var. Onları istəyirəm çıxardım, artıq yaz paltarlarımı çıxardım. Belə buralar falan belə səliqəyə salım, ondan sonra düşüm aşağıya. Hələ bu günləri nə işlər görə bilirəm. Yəni çalışacağam ki, bu günləri işlərimin çoxsunu bitirim. Çünki dünənlər demək olar ki, heç nə eləməmişəm. Əslində bu günlərdə o qədər belə nastroyenim yoxdur, amma ki, yəni də belə olmaz. Artıq işlərimizi eləmək lazımdır. Baxın qızlar, bunları dedim. Bunları keçən il almışdım, çox bəyənmişdim. Bir dəqiqə pəncərəni bağlayayım. Bunları ütüləmək lazımdır. Bir problemim də var ki, bu ətək görürsünüz, yəni plisedir. Bunu bilmirəm ki, necə ütüləyəcəm. Yəni ütüləsəm pliseləri açılacaq. Bunu belə assam qırışları açılarmı, açılmazmı? Yəni pliselərində bu problemləri var da həqiqətən. Nəysə, bunu da asım görüm. Necə eləyirəm bunu? Parlı ütü olsa da yaxşı olardı, amma parlı ütüm də yoxdur təəssüf ki. Ona görə görüm elə bunu öz normal ütünün parı ilə ütüləyim, görüm necə alınır. Belə qızlar, buraları səliqəyə saldım. İndi qaldı paltarları həll eləmək. Sadəcə olaraq fikirləşirəm ki, onları uşaqlar yatanda eləyərəm. Yəni o qədər də vaxt aparan iş deyil. Əsas odur ki, digər işlərimi həll edeyim. Nəysə qızlar, belə buradan çox danışdım yenə. Və qızlar, keçən səfər göstərmişdim sizə pəncərələr siləndə. İndi görürsünüz artıq necə də əməlli başlı belə çiçəkləyib buradakı ağaclarda. Bir dənə bu ağ pişiklə dostluq edə bilmirəm. Yəni bu çox qorxaq pişikdir, heç kimə yaxın getmir. Ümumiyyətlə ağ pişiklərdən vəhşi xoşum gəlir, sadəcə olaraq bu yaxın gəlmir amma. Ay. Əzə verir günə istirahət edirik. Bir şey olmaq istədim mən o. Deməli qızlar, birinci başlayıram buradan, buraları yığışdırmaqdan. İndi yavaş-yavaş o ayı falan açım, streçliyim, qəşək yığım. Sonra isə bu xananı əlim bu dekorları falan belə yığışdırım. Günün işıqlarını falan yığışdırım, hər şeyi. Sonra yavaş-yavaş hər tərəfi yığışdıracağım. Bu sırada da sizə qoyuram sürətli rejimə. Kimlər var onun içində, kimlər hara uçur. Maraqlıdır həqiqətən. İndi isə qızlar keçirəm buraları belə yığışdırmağa. Bunları belə yığışdıran prosesini çəkməyəcəm. Nəysə, gedək. Deməli qızlar, bütün ulduzları falan yazıları götürdüm. İndi qaldı əsas məsələ bu sim işıqları bir-bir büküb. Hansı ki, baxın necə belə. Bir-bir onları büküb yığmalıyam, sonra isə yuxarıdan çıxartmalıyam. Yəni bu biraz mənə çətin gəlir, amma nəysə deneyinəmək olar, yığışdıraq. Deməli qızlar, bunları da belə yığdım. İndi bilmirəm ki, bunları gələnlərə ata biləcəm yoxsa yox. İnşallah yataram. Hamısını tək-tək, sonra isə belə opşu yığdım. İndi bunları salfana büküm. İlkin olaraq da ki, qonaq otağının halı belə görsənir. İndi o divanın üstünü falan çıxardıb hamısını yumalıyam. Yumamışdan qabaq da acıya qoymalıyam, nəysə. Belə, pərdə tamamilə belə boş göründü.
pilləkənin işıqlarını belə söktüm və şüşənin halına baxın. Görürsünüz, yəni neçə vaxtda silinmir. Yəni Ramazan ayı girəndən belə indi bunları yığım. Yəni evdə dəhşət işim çoxaldı. Bütün bu şüşələr falan təzədən silinməlidir, yerlər falan. Nəysə, bu dekorları indi qoymuşam bura. Qoyacaq qardırobun yuxarı hissəsinə. Belə pilləkəni falan da çıxartmışam yuxarı. Yəni Allah mənə səbir versin qızlar. Pilləkən bura gəlmişkən dedim elə ilk işim, baxın. Burada belə bunun stoperi var. Bir dəqiqə. Bu gül də tökülür. Bilmirəm atapelin yanında da ona görə yoxsa yox. Yəni belə əl vuranda tökülür, bütün düşür. Nəysə, baxın belə bu stoperdir. İndi bunu vurmalıyam oradan, onları salıb. Dedim ilk iş bunu eləyim. Deməli qızlar, bunlar onların içində hörümçək görüblər bir dənə. Yəni bizim evə böcək belə gəlməyə peşmandır. İndi çalışırlar ki, onu oradan çıxartsınlar. Onu öldürsünlər, yəni onun yolunu axtarırlar. Görürsünüz, o günləri biri yazmışdı ki, yoruma, bəs sizə gəlmək istəyirəm. Yəni bizə böcək belə gəlməyə peşmandır, ondan qalmış ki, insan. Ona görə yəni yaxşı fikirləşin. Qızlar, çıxdım bura, gördüm ki, nə? Buralar bütün belə toz. İndi oğlum getdi tozlaran gətirsin, buraları tozlaranayım. Yəni buralarda neçə vaxtı belə planda var idi. Saz olaraq qalırdı. Buralarda tozlaranayım, sonra da yığım. Yeni aksesuarlarım da var da burada da hamısı. İndi görürəm qızlar bu kitabları, daha doğrusu mən qoymuşam bura, yəni sadəcə olaraq bunları oxumaq lazımdır. Gərək bir gün götürüm, oxuyam. Bunlar hamısı yoldaşımın kitablarıdır. Burada belə bunu, yəni bunları belə bura qoymuşam, heç baxmamışam ki, burada nə kitablar var, nələr var, nəyə aiddir. Burada nəsə maraqlı kitab oxuyur. Onu da oxuyun. Bu yoldaşıma verilmişdi həz yerində. Yəni yoldaşım bundan əvvəl getmişdi. Həc dinə daha sonra ümrə ziyarətinə. Biz həc ziyarəti biraz uzun vaxt olur, yəni 20-23 günlük. Yoldaşım yəni bir həftəlik getmişdi ümrə ziyarətinə. Belə onu vermişdilər, indi oradan almışdı. Baxın belə bir şeydir. Belə. Belə. Bu əslində qələm qabı da belə. İçinə qələmlər falan qoymaq üçün. Çox gözəldir həqiqətən. Bura yerləşdirə bildim qızlar, çox şükür ki. Nə yaxşı ki yerləşdi bura. Nəysə, buraların hər tərəfin tozunu falan belə aldım. Belə, işim bitdi burayla da. Yəni ki, yuxarı ilə təbii ki, yəni işim yoxsa çoxdur. Buralar falan hamısını tozlaranladım. İndi onu düzəldək. Nəysə, deməli burada nə var? Belə bir işıq var. Bunu aşağıdan gətirmişəm. Güzgüyə doladığım işıqdır. İndi istəyirəm bunu bu kravata belə hissələrinə belə doluyum. Onun üçün sifariş etmişəm. Belə yumru toplu bir şeydir. Bundan deyil, amma olsun yenə işıqdır. Nəysə, bunu belə bura dolamaq istəyirəm. Yəni üstə tül falan gələndə işıqlı bir şey olsun. Yəni qızlar, bunu belə doladım. Sadəcə olaraq ona da eləmək istədim ki, qırığım düşməsin ki, niyə bunda var, məndə yoxdur. Nəysə, hələ ki bunu belə elədim, amma o birisi işıqlar gələndən sonra onu tamamilə çəkib buna vuracam. Yəni isə ona dolayacam bütün hər tərəfinə. Gecə məndə daha yaxşı görsənəcək, gündüz o qədər də bilinmir. Qaranlıq olur otaqlarımı göstərək ki, yatana qədər belə qalsın. Artıq uşaqlar yatandan sonra çəkim, yəni belə rahat yatsınlar. İndi isə qaldı bunları geri bəlirləmək, onları yuyub təmizləmək falan, yerlərinə yerləşdirmək. Bir də ki, bu gülləri baxın hardan götürmüşəm. Mənim bu dipçək gülüm vardı, bunu güllərini çıxartmışdım. İndi bunlar təzədən yerinə yapışdırmaq lazımdır hamısını bir-bir. Nəysə, bunu təmir edəcəyik. Sadəcə olaraq masaya gül lazım idi. Mən də dedim, hardan tapım, ağlıma bu gəldi, bunu elədim. Nəysə, yaxşı iş görmüşəm, aferin mənə. Nəysə qızlar, həll eləyərik. Əsas o ki, silikonumuz var, problem deyil. Hətta düzəltdim. Yəni silikona falan belə ehtiyac olmadı, sadəcə olaraq taxdım, çünki onun yeri probkadır. Yəni probka kimi bir şeydir, taxırsan qalır. Nəysə, belə. Qızlar, saat artıq bilmirəm 3 deyəsən. Yəni günorta yemək yeməmişik, ona görə yemək falan qızların uşaqları yemək yesinlər, mən də oturum yeyim. Sonra başlayayım qalan işlərimi görməyə. Burada isə reklamlar, yəni uşaqların səsi imkan vermir. Nəysə, çünki həm bağça yoxdur, həm məktəb yoxdur, yəni full tətildir, ona görə də belə. Deməli qızlar, buralarda bütün işlərimi falan bitirdim, yerləri falan tozlaranladım, onu dəyişdim gördüyünüz kimi. Yəni belə, masanın üstünə gül gətirib qoymalıyam. Buralarda belə, indi isə keçirəm nəyə? Buna. Yəni bunu mən bir əziyyətlə çəkdim, yazdım, amma indi isə artıq silməyə vaxtıdır. Nəysə, başlayığında bunu yavaş-yavaş silməyə.
Birinci qatı sildim. Yoruldum qızlar bayaqdan. Qollarımdan onsuz işləyirəm bütün hər şeyi. Yəni qollarım yorulub nəysə. Qısımdan görməyəcəydim ki. Ay Allah, nəysə qızlar. Belə. Deməli bunun əskini təzən yuyuruq. Gətiririk indi buraları silirik təmiz. Yəni hardasa yəqin ki 2 dəfə də silərəm, yoxsa 1 dəfə silərəm bilmirəm. Sonra təmiz sakit siləcəm ki, ləkə falan qalmasın üstündə. Nəsə getdim. Əslində buraları falan silmək istirdim, yerləri falan belə hər tərəfi. Sadəcə olaraq artıq çatdıra bilməyəcəm. Çünki hələ şam yeməyi də hazırlamalıyam. Yəni ona görə belə. Ancaq buranı silim, kulağın arxasını silim. Belə yekünlaşdıram. Sonra isə gedirəm bir stəkan çay içmək. Yəni bunu Ramazan ayı boyunca eləyə bilmirdim bütün işlərimi görəndən sonra. Amma indi rahatlıqla gedib çayımızı içə bilərik. Mən deyə bilirəm ki, işim bitib. Sən demə, bax bu güzgün hətta ləkəsi buradan da görsənir. Görürsünüz. Bu şüşəni silməliyəm. O pəncərənin aşağı hissəsini silməliyəm. Bəkəliyiblər. Mən də sevinirdim ki, işlərimi qutarırmış. Bir dənə kulağın arxasını silib, otururam. Ay Allah, nəysə qızlar. Allah mənə səbir versin. Həqiqətən. İndi keçirəm bu güzgünü belə təmizləməyə. Bu arada uşaqların ikisini yatızdırmışam, balacaları. Böyüklər isə aşağıda televizora baxırlar, ona görə televizorun səsi gələ bilər. Yəni dedim də qızlar, bu bayram ərəfələrində paylaşdığım videolara görə məndən üzürlü sayın, çünki uşaqlar evdədirlər hamısı. Yəni maksimum bu qədər səssizlik. Və qızlar, buraları sildim. Yenə də yuxarı çıxdım, gördüm ki, bir dənə dişim qalıb. Buranı yumaq. Yəni buranın uşaqlar falan belə diş basası falan ediblər, görürsünüz oraları. Bunları da yuyum, bir də ki divanın örtüyünü falan bu vannanın içine atmışam. İndi onları acıya falan qoymalıyam. Ona görə. Birazdan oğlum göndərim. Daha doğrusu gitsin, acıya alsın. Onları da xlora qoyum, bunları da yuyum. Sonra isə məni gözləyir burada belə dağ boyda paltarlar. Biri mənə köməyə gələ bilər. Başlayaq yavaş-yavaş. Saatdan xəbərim yoxdur qızlar. Saat yəqin ki bir 5-ə falan işləyər yəqin. Bu işlərimi görüm. Son olaraq məncə aşağıda elə bir dənə kulağın arxası qaldı, səhv eləmirəm. İndi aşağı gedəndə başqa işlərim çıxmasa. Deməli qızlar, buralar da belə tamamdır. Zaten bayaqları yığışdırmışdım. İndi isə nə qalıb? Bu toyuğu qoymuşdum bura. Axşam yeməyi üçün aş hazırlayım. Oranlı belə toyuqlu, amma ki artıq saat 2-dir. Saat artıq 6-nın yarısı yoxsa 6-ya qalır, bilmirəm. Nəysə ona görə menyu dəyişdi. Axşama dönər eləyəcəm. Asan da olsun, tez olsun. İndi sizə nə göstərim? İndi onları da götürməliyim oradan və buraları belə silməliyim. Görürsünüz nə haldadır, yəni belə piçinə düşüb. Hətta istədim ki, bu günləri əslində ona vaxtım qalar. O ayaqqabılar falan da hamısını yuyum, yığışdırım. Belə buralarda falan hər tərəfi yuyum, yığışdırım. İşim qutarır. Deməli qızlar, buraları falan sildim. O ayaqqabıları falan yığışdırdım. Mənim suyu havalar uçdu, nəysə. Nəysə buraları falan sildim. Yəni buraları belə sildim, təmizlədim. İndi qalıb bura. Yəni buranı dünənləri silmişdim. Amma ki koklet qızardandan sonra bütün hər tərəf batdı. İndi son olaraq buraları təmizləyirəm. Və işim yekunlaşır demək istəyərdim. Amma təəssüf ki yuxarıda ayaqqabıları da yumalıyam. Nəysə. Axşam oldu da mən nə vaxt çay içəcəm bilmirəm. Yəni həvəslə işlərimi tez-tez edirəm ki oturum bir stəkan çay içim. Amma qutarmır. İndi isə baxın qızlar oldu tərtəmiz. Buraları falan da hər tərəfi yudum. Nəysə. Belə. Əslində desəz ki, niyə? Yəni bayaqlar dedim ki, tələsirəm ki, çay içim. Yəni birdən də deyən olar ki, niyə görə belə eləyirsən? Çünki qızlar, mən işimi qutarmamış çay içə bilmirəm. Yəni niyə görə? Əslində çay orada, mən burada. Sadəcə olaraq xoşlanmıram. Yəni istəyirəm ki, işlərimi tam bitirim, qutarım. Ondan sonra rahat-rahat oturum, çayımı içim. Yəni onda daha xoş olur mənə, ona görə. Nəysə, buralar da belə oldu tərtəmiz. İndi əslində yuxarıda işlərim qalıb, ayaqqabılar falan yumalım. Gedim onlara tez bazar yum atım. Ondan sonra isə gəlim aşağı, çay içim. Ondan sonra isə şam yeməyə vaxtıdır artıq. Bu mənzərəyə hazırsınız. Mən özüm də görəndə şok oldum. Yəni, nəysə bu qonşuların səsi heç çox imkan vermədi. Nəysə, uşaqlara ayaqqabıları verdim ki, gətirsinlər, qoysunlar bizim hamıma ki, bunları yuyacaqdım da. Bunlar da yığıblar hamısını onbayla keçsinlər. Mən də gözləyirdim ki, bunlar yerə yığıblar. Hamısını yığıblar bura, nəysə. İndi gəldim, bunları yavaş-yavaş yuyum. Onları yudum, bitirdim. Əslində özümə tripod almalıyam. Boynundan asılan var ya, belə telefonda qoyursunuz. Yəni, əldə nə iş görürsünüzsə, onu daha aydın görürsünüz, üstdən çəkir. Almalıyam ki, belə işlərim olanda məsələn, normal ayaqda tripoda qoysam böyürdən çəkir, ya aşağıdan, ya yuxarıdan olur, tam istədiyim kimi olmur. Nəysə qızlar, ayaqqabıları belə yudum. İndi isə yer belə batdı, halbuki buranı az öncə təmizləmişdim. Nəysə, buraları bir dəfə də belə üstündən keçirik, buraları falan silib quruluyuruq. Belə, qızlar, deməli artıq hava qaraldı və mən işlərimi də qutardım. Bir dənə, yəni bunları saymasaq, bunları görməzdən yəni. Nəysə, işlərimi də qutardım. Simdim, özümə də gəldim. Səhər-səhərdən ora qaç, bura qaç. Nəysə, bu paltarlar artıq burada qalsın, yəni. Çünki bunlara da girişsəm, hava təmiz qaralacaq və mən hələ də o məşhur çayımı gedib içirməmişəm, təsəvvür edirsiniz. Nəysə, bunlar burada qalır. Gedirəm aşağı, çayımı içirəm, yeməyimizi hazırlayırıq. Ondan sonra isə axşam artıq gəlib bunları həll edəcəm yatmamışdan qabaq.
Ona görə bunları burada qoyuruq. Bunları əlvida deyirik yəni. Əlvida da belə sıxıyorum, başlaparım. Nəysə, bunları da əlvida deyirik. Sağ olun yəni. Axşam görüşərik. Nəysə qızlar, deyirəm yəni bu çay içmək mənə qismət olmadı da. Elə dedim, elə o sözümü aşağı düşdüm. Gördüm ki, yoldaşım gəlib həyətdədir. Yəni bundan sonra çayın bir mənası qalmadı. Ağlamağım gəlir amma nəysə. Nəysə, başlayaq artıq onda yemək hazırlığından yeniyək dayı. Qızlar qismət oldu. Nəysə, özümə də yoldaşıma da belə çay süzdüm. İndi oturmuşam, çayımı içəyim. Hələ də yemək hazırlamamışam. İndi birazdan başlayıram yemək hazırlığına. Biri burada yatıb, biri də ki orada yatıb. İndi bunları durğuzum, aparım yerlərinə. Bu arada qızlar, hələ də paltarları qatlamamışam. Bayaqdan uzanmışam, yeməyi yedim, uzandım. Yəni heç eləmək istəmirəm, amma ki məcbur yəni eləməliyəm. Bugün elə bir ki, yəni mənim də bir gün vlogu çəkmiş kimi oldum. Dünəndən də kadrlar var, onları da əlavə edəcəm. Yəni hətta baxıbsınız ona nəysə. Bir də boşaltmışam. Kızlar, artıq növbəti gündür. Mən divan suyu buradan çıxarmışam. Yəni suyun yerinə baxın. Burada belə sıxıb qoymuşam. İndi bunları aparıb atacağım. Hətta bir qismini maşına atdım. İndi isə bunları da aparıb atım maşına, biraz isti suda da yuyulsunlar. Təmiz, yəni rəngi açılsın. Çünki çox tutulmuşdur rəngi. Dünənki yulan ayaqqabıları da belə oğlum düzür ora ki, qurusun. Qızlar, nəhayət ki, bunları qatladım, bitirdim. İndi qaldı birdən orada paltarlar ütülənməli. Onları da birazdan ütüləyəcəm. Çünki oğlumu hazırlığa aparmalıyam. Nəsə qızlar, çox uzun uzadı danışıram. Belə, onları gələndən sonra ütüləyim, həll edeyim, asım yerinə. Yəni işim bitir. Qızlar, nəhayət ki, paltarlarımızı ütülədim, həm qatladım, işlərimi bitirdim və beləliklə də artıq vlogumu burada sonlandırıram. İnşallah ki, gələn vloglarda görüşmək ümidi ilə özünüzə yaxşı baxın, kanala abunə olmağı, videonu bəyənməyi və yorumlarda fikirlərinizi yazmağı unutmayın qızlar. Hələlik. Deyirəm qızlar, bəxt yoxdur da, bəxt yoxdur. Bunları bura qoydum ki, qurusun. Daha da istandı.